Hər vaxtınız xeyir, hörmətli xanımlar, cənablar və balaca dostlar. Necəsiz? Bugün sizin gününüzdür. Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bu münasibətlə sizləri təbrik edirəm. Siz bizim gələcəyimizsiniz. Sabaha açılan pəncərəmizsiniz. Hər zaman üzünüzə bax belə təbəssüm olsun. Bayramınız mübarək dostlar. Bugün sizə bir-birinə maraqlı əsərlər ifa edəcəyik. Gördüyünüz bu möhtəşəm orkestrla Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Benjamin Britten, orkestr haqqında gənclər üçün bələdçi. Opus 34. Bədii rəhbər və baş dirijor Fuad İbrahimov. Salam, siz havalar, sizi görmeye həqiqətən çox şadıq. Bayramınızın mübarək, təbrik edirik. Həqiqətən bəyaz Hüseyin Ağa bəy dediyi kimi, siz bizim gələcəyimizsiniz. Və biz çox şadıq bu günü sizinlə birgə geçiririk. Biz bugün çox maraqlı bir səyahətə çıxacağıq. Amma heç də adi bir səyahət olmayacaq. Bu sevgili və musiqili bir səyahət olacaq. Və sizə bir sual vermək istəyirəm. Sizcə bu səyahətdə bizi kim müşahidə edəcək? Mən düz deyirsiniz, amma mən tək bunu bacarmam. Sizcə mənə kim kömək olacaq? Siz kömək olacaqsınız, hə, o da düzdür. Sonra kim, səhnədə kim var? Məhz orkestr bugün sizə bu gözəl əsəri müşahidə edəcək və bunun üçün bizə məşhur İngilis bəstəkarı Benjamin Britten'in çox gözəl bir əsər yazır. Bilirsiniz, biz hər zaman konsertlərə gələndə orkestri dinləyirik, amma tam dərindən bilmirik orada nə baş verir, hansı instrumentlər necə səslənir. Düzdür, təbii ki, gözəl dinləyib başa düşürük, amma bu əsər sizə daha maraqlı bir tərəfdən göstərəcək orkestrin səslənməsini. Və siz orkestrin nədən ibarət olduğunu, hansı musiqi alətlərinin necə səslənməsini eşidəcəksiniz. Və təsəvvür edin ki, bu orkestr böyük bir şəhərdir. Və bu şəhərin çoxlu sakinləri var. Sakinləri yanın instrumentləri görürsünüz burada. Xeyli vaxt instrumentlər əyləşir, musiqiçilər əyləşir. Və hər instrumentin, yəni hər musiqi alətinin, daha dəqiq desək, öz xasiyyəti, öz səsi, öz əhval-ruhiyyəsi var. Mən bir şeylə unutdum sizdən soruşdum. Sizlərdən kim ilk dəfədir ki, Filarmoniyada konsertə gəlir? Nə gözəl ki, buradasınız. Çox sevindik. Bilirsiniz, mən sizə bir vacib bir məqama
diqqətinizi çatdırım. Orkestr səhnəyə çıxanda onu gürültülü alqışlamaq lazımdır, özdə dayanmayın. Niyə görə? Çünki siz bununla orkestra salamlayırsınız və orkestra əhval-ruhiyyə ötürürsünüz. Və orkestrda ondan sonra sizin üçün o əhval-ruhiyyəni yeri ötürür. Və biz indi dinləyək görək orkestr birgə çalanda necə səslənir. Onun o təntənəli, gözəl səslənməsini duyaq, eşidək və sonra isə mən sizə hər bir instrumenti tanış edəcəm. Bəyək dediyim kimi Benjamin Britten'in yanaşması üslubunda hamısını bir sizə təqdim edəcək. Buyurun dinləyin və həzr edin. Görürsünüz necə gözəl səslənir, hamı birgə çalanda. Amma bu elə də öz-özünə baş verir. Deməli, mən indi sizi səyahətə dəvət edirəm. Və səyahətimizin birinci dayanacağı nəfəsli instrumentlərdir. Burada öndə oturan ağac nəfəslilər var. Mən indi onlardan xahiş edəcəm, bir instrumentlərini sizə göstərsinlər. Fleytalar, baxmayaraq gümüşləndir, amma yenə də ağac nəfəsliklərə aiddir. Bu fleytalar və pitolu. Sonra var oboelər, buyurun göstərin oboeləri. Sonra var 2 klarnet və 2 fagot. Və gəlin görək bunlar birlikdə həmin melodiyanı ifa edəndə necə səslənir. Və indi isə digər nəfəslər, mis alətləri. Görək onlar kimlərdir? Ön cərgədə otururlar valtornalar. Bir instrumentlərinizi göstərin. Bu valtornalardır. Onlardan sonra trubalar, çox gözəl tanışdı sizə. Trombonlar və tuba. Görək onlar necə səslənir. Və beləliklə siz nəfəslərdə dinlədiniz. İndi isə keçid alırıq simlilərə. Simlilərin baş tacı, ən önəmlisi violinlərdir. Violinlər adətən yüksək səslənir, çox gur səslənir. Bir dinləyək görək onlar necə. O gürültünü eşitirsiniz. Bu artıq zərb alətləridir. Və təbii ki, hər bir orkestrın tərkibində zərb alətləri olmayanlar, onun o ritmik və gürültülü səsi o qədər də duyulur. Gəlin görək onlar tərkib ifadələrində necə səslənir.
beləliklə hamımız yenə birliyə səslənək. Əziz balalar, siz hər bir okuluk dilləriniz, nəfəs dilləriniz, sil dilləriniz, zərb dilləriniz, amma bilirsinizmi, onların içərisində hər bir instrument həm fərqli səslərdir, həm də çox vacib bir xüsusiyyət daşıyır. Onlardan ilkləri fleytalar və pikolodur. Onlar sanki bir quş kimi çikirdəyirlər və göylərdə uçurlar. Qulaqsa. Gözəl deyil mi? Almışlayalım. İndi isə oboyalar səslənəcək. Oboyalar adətən kədərli və romantik səslərdir, amma başqa cürə də ola bilər. Burada Benjamin Britten bizə onları bir kədərli formada. Bir görün necə, sanki ağlayırlar, belə bir hiss yaşamaq olar. Və indi isə klarnetlər səslənir. Onlar da yumuşaq və mehriban səslənir. Sanki sizinlə söhbət edirlər. Necə də gözəl. İndi isə qanun səsini və bir az da zarafatçıl fagotlar. Elə bir sizə baba nağıl danışır. Və beləliklə nəfəs alətlərindən bitirib keçirik simli alətlərə. Simli alətlərdə
gördüyünüz gibi bu tərəfdə bir ordu violinlər daha da müzəyirləşir. Onların da səsi belə vurguladığım kimi hərdən zil və parlaq səslərdir. Bunlar violinlər edir və onların böyük qardaşı violalar səslənəcək. Violalar violinlərə nisbətən daha qalın səslədir. Sanki bir insan səsi, bir kişi heyvanı səsində müayyin, xoş bir tembrla danışır. Getdikcə instrumentlər böyüyür, gəlir çıxır violonçellərə. Violonçellərin səsi daha belə möhtəşəm, daha belə dolğun səslənir. Və onların da melodiyası sanki insanı bir balaca yuxuya aparır. Yəni biraz incələk, sonra bizi irəlidə kontrabaslar götürür. İsə kontrabasların ciddi və möhtəşəm səslənməsi.
Və bilirsiniz, bir simli alətdə qaldı. Və yaxdan ifa edən alətlərin hamısının əlində yay var. Sizcə hansı simli alət qalıb, hansını ki dinləməmişik? Maşallah, arfa, düz deyirsiniz, arfa. Arfa sanki mələklərin instrumentidir. Bax, orada durur. Gəlin dinləyək, necə də mülayim və mühtəşəm səslənir. Və bununla belə simlər indi isə biləcəklik ağır səslənən, möhtəşəm səslənən mis alətlərinin birinci qrupuna valtormalar ayrıca görün necə də səslənir. Demək olar ki, meşədən elə bir çağırış edirlər. Bunlar vaxt olmamaydılar. İndi isə hamı çox gözəl tanıdığı bir instrument trubalar. Trubalar həmişə bir marş əhval gətirir. Keçid alırıq. Daha yeni mis alətlərinə həyat edeyim ki, trombonlar və tuba. Yeri gəlmişdən orada deyil, tuba orkestrin ən nəhəng nəfəsli alətidir. Və beləliklə nəfəsliklərlə də bitiririk və orkestrin son deməli vacib alətlərinə yetmişdik.
Bunlar zərb alətləridir. Zərb alətləri həddindən artıq çox sayı var. Elə əsərlər var ki, hətta filarmoniyada onların əlindən səhnədə yer qalmır. Biz qalırıq bu tərəfdə belə otururuq ki, bir təhər ifa edək. Amma təbii ki, hər bəstəkarda o qədər zərb aləti tələb olunur və bu günlərdə ən belə vacib instrumentləri, alətləri işləyəcəksiniz. Onların da əvvəlində timpani, litavra var. Litavra, xahiş edəcəm səsini eşidəsiniz. Bu, demək olar ki, o qədər qəliz bir instrumentdir. Ona toxunanda onun səsi həmən gəlir. Ona görə hər bir musiqiçi, hər bir zərb alətini ifa edən musiqiçi bu alətdə ifa etməyi bacarır. Onun üçün xüsusi bir duyğu lazımdır. Və ondan sonra bizdə deməli səslənəcək sinc aləti. Bu, sizin hamınızın tanıdığınız taryakalardır. Çünki taryaka formasındadır. Bir onu da dinləyək. Və böyük təbil yəni böyük baraban. Ondan sonra bir incə, 3 künc aləti var. Və tamborin. Bir onu da göstərin, həm də ifa edeyim. Belə. Sonra gəlir kiçik təbil, yəni balaca baraban. Və belə bir alət də var, Çin qutusu. Bir onu da dinləyək görək, o qutu necə səslənir. Və çox gözəl səslənən bir zərb aləti, ksilofon. Dinləyək zəhmət olmasa. Sonra hamının İspan filmlərindən tanıdığı bir musiqi aləti var. Adı kastanyettadır. Onu da görürük. Və o bəzi kinolarda qonq səsi gəlir. O aləti də görünən boyda nəhəngdir. Və sonda bir alət də var, onun tərcüməsini təəssüflər olsun tapa bilmədim. Adı frustadır. Frustanı mən öz aləmimdə tərcümə elədim. Deyək ki, şapalaq. Yoxlardan da göstər. Görək, Benjamin Britten bu alətlər üçün necə gözəl musiqini yazır.
əlbəttə ki, valideyn edirlər. Biz demək olar ki, hər bir musiqi alətində yaxından tanış olduq, onları ayrı-ayrılıqda dinlədik. İndi isə sənətimiz finala gəlib çatdı. Yəni, Benjamin Britten çox maraqlı bir üslubla o əsəri bitirir. Yarışma emanıdır. Hər bir eşitdiyimiz alətlər indi yarışacaq. Biri birinin ardınca həmin melodiyanı ifa edəcək, səslər çoxalacaq və görək kim qalib gələcək. Amma düşünürəm ki, qalib gəlmək üçün ən vacibi nədir? Birlikdə olmaq. Və biz də birlikdə bu əsərin sonuna çatıb, yenə də o möhtəşəm melodiyanı sizin üçün ifa edib bitirəcək. Buyurun dinləyin. Güzel bir Əziz qalalar, indi mənə əsər. Çox sağ olun, çox sağ olun. Növbəti əsərlər çox uzun çəkməyəcək, amma heç də bu əsərdən geri qalmır. Siz bu bütün əsərlərlə, bütün alətlərlə tanış oldunuz, amma indi növbəti əsər Sensansın heyvanlar karnavalında musiqi alətlərinin hansı heyvanlarla uyğunlaşması, necə səslənməsini eşidəcəksiniz. Və bunun üçün bizə bizim dəyərli qirayətçi Hüseyn Ağa Aslanov kömək olacaq. Sizdən amma bir xahişim var. 2
2-3 dəqiqə hövsələli olun, çünki bundan bu əsərdə 2 fortepiano, bayan solistləri olacaq və o gözəl instrumentləri, alətləri biz səhnəyə çalmalıyıq. Yaxşı, 2 dəqiqə hövsələli olun, davam edin. Çox sağ olun. Hörmətli xanımlar, cənablar, əziz dostlar, necəsiz? Bayaq dinlədiyiniz əsər necə idi? İndi bir möhtəşəm əsər də gəlir. Camille Saint-Saëns, Heyvanların Karnavalı. Solistlər Cəmalə Abdinzadə və Nərgiz Kəngərli. Mətnin tərcüməçisi Arif Aslanov. Meşədə bayram var. Hər heyvan öz mahnısını çalar. Kimisi yavaş, kimisi cəld. Bu karnaval bizə çox gözəl. Biri qaçar, biri uçar, biri suda rəqs edir. Hərəsi bir not, bir musiqi. Bu şənliyin var sehri, rəngi. Şirlərin krallıq marşı, gür saçlarla dolu başı, dik gəzdirir heyvanlar şahı. Dərələrdə taçsız gəzir, gözləri meşəni gəzir. Tac taxmaq ona əbəsdir. Kral olduğunu bilin, bəsdir. Əziz balaca dostlar, gəlin biraz sual-cavab edək. O hansı heyvandır ki, Hində yaşayır? Bəs, düzdür. Bəs onun qoruyucusu, ona sahiblənən heyvan kimdir? Hansıdır? Düzdür, xoruz. İndi siz orkestrın ifasında xoruzun elementlərini eşidəcəksiniz. Toyuq hinində qəhrəman. Kimdir onları qoruyan?
Orada burada dimdik gəzər. Quyruğu fişəngə bənzər. Əmrində qazı, toyuğu, general Qoqquriqo! Bəs deyin görüm, o hansı heyvandır ki, sürətlə qaçır? Sürətlə qaçır və buynuzları da var. Antilopa! Antilopa! Sizcə, həmin heyvanın səslərini hansı alət səsləndirəcək? Kim deyər? Baxın orkestra. Piano düzdür. Gəlin bir alqışlayaq. Bərk qaçırdı antilopa. Tüstü buraxdı topa-topa. Səhər tezdən sürüylə qaçıb getdilər belə. Antilopaya külək də çatmır heç bərk əsəndə. Dünyanın ən astagəl və ləng yeriyən heyvanı hansıdır? Deyən kimi tapdınız, maşallah. Evi onun belində, yavaş gəzər, tələsməz. 1000 ildə ömrü olsa, bir canlını incitməz.
Sizin fikrinizcə dünyada ən böyük nəhəng heyvan hansıdır? Düzdür, fil. İndi bir şey də soruşum. Orkestra diqqət edin. Əsas da alətlərə. Bu alətlərdən hansı filin səsini çıxarda bilər? Piyano deyil, yox. Truba yox. Kontrabas, düzdür. Filin elə gücü var ki, bilmir neynəsin. Onların bir rəqsi var ki, görməmsən beləsin. 5 ton çəkili bu fil dişi ilə rəqs edirdi. Dişidən qorxub qəfil ayağını əzirdi. İndi deyin görün mənə, o hansı heyvandır ki, getdiyi hər yerə hoppana, tullana gedir? Kenguru, düzdür, kenguru. Bəs kengurunu bugün sizlər üçün hansı alətlə ifa edəcəklər? Piyano, düzdür. Atlayır kengurular, isti, soyuq, yağış, qar. Balıqlar da torbada. Atlayırlar onlar da. Kenguru ana ata, atlayır çaya, ota. Gizlənpaç oynayırlar, torbada kengurular. Əziz balaca dostlar, indi deyin mənə, o hansı canlıdır ki, quruda yaşaya bilməz? Balıq, düzdür. Bəs balıq ev şəraitində olsa harada yaşaya bilər? Düzdür, akvaryum. Balıqlar suda rəqs edir, olanlardan xəbərsiz.
Öz evini dəniz bilir, şüşə evdə çarəsiz. Biz də onları seyr edib zövq alırıq belə. Alabəzək, rəngarəng, şəffaf və sadə. O su dəniz deyil ki, qanat çalıb üzəsən. Ad qoyub insanlar ki, akvaryum deyəsən. İndi sizdən bir heyvanın adını soruşacağım. Görüm tapa biləcəksiniz. Həmişə o heyvan üçün deyirlər ki, dünyanın ən gözəl gözlərini və kipriklərinə sahibdir. Ceyran yox, maral da yox. Uzun qulaq düzdür. Belə heyvan var dünyada, rahatlığı yox onun da. Uzun qulaq səsləyərlər, üzərini yükləyərlər. Yaman kədərlidir o, dəhşət yorulubdur o. Uzun qulağın sözü çatmır insana. Ey-a, ey-a, ey-a. İndi növbə gəlib çatdı quşlara. Hamımızın kukuşka kimi tanıdığı bir quş var. Ququ quşu.
Sizcə o səsi, o heyvanın səsini, o ququ quşunun səsini orkestrda hansı alət çıxarda bilər? Piano yox. Klarnet, düzdür. Ququ quşu darıxırdı. Budaqda yalnız. Durmadan da oxuyurdu. Kuk, 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 kuk. Birdən meşə sustu. Sonra ilham pərisi yenə gələndə ququ quşu ötər, daha da betər. Biz sizinlə bərabər ququ quşunu tapdıq. Bəs adi quşları hansı alət səsləndirə bilər? Fleyta, düzdür, fleyta. Cənnət səsi gəlir çiçəkli bağdan. Hədsiz xoşum gəlir bu cür ovqatdan. Turac, bülbül, şana pipi, torağay. Hər quşa bir gül, bir günə isə bir ay.
Deyin görüm, səhnədə ən böyük alət hansını görürsünüz? Bəli, rayal, düzdür. Səhnədə durmuşdu böyük rayallar. Əslində isə çapırdı rayallar. Çapırdı, uçurdu, çalırdı akkord. Sanki vurmağa çalışırdı rekord. Beləcə iki piyanist çalırdı duet. Həm orada, həm burada olurdu duet. O hansı heyvandır ki, qədim dövrlərdə yaşayıb, amma indiki dövrümüzdə gəlib çıxmır? Dinozavr düzdür. Sizcə, dinozavrı orkestrda hansı alət səsləndirə bilər? Daha doğrusu, dinozavrın sümüklərini, qalıqlarını. Və qeyd edeyim ki, bu alət həm də zərb alətləri sinifinə daxildir. Baraban deyil. Ksilafon. Dinozavrın sümüklərinin qalıqları ksilafonda səslənəcək. Zamanın dərinliyindən karnavala baş çəkib dinozavr, brantozavr. Yanımıza baş çəkib torpaq altda qonaqlar uzun quyruqları ilə sümüklər şaqqıldadır, qalmayırlar oyundan.
İndi isə növbə gəlib çatdı daha bir başqa quşa. Bu quş, quşların ən zərifi, ən incəsidir. Həm də gözəlliyi ilə seçilir. Bu quşu, düzdür, bu quşu. Bəs sizin fikrinizcə bu quşunu hansı alət ifa eləyəcək? Piyano deyil. Violin, xeyr, violin də deyil. Yalancı, düzdür. Bu isə bu quşu, zəriflik nişanəsi. Gümüş gölün gözəli, quşların ən incəsi. Bu belə də əzəli, nağıldan çıxıb sanki, ağappaqdır qar kimi. Balerinalar da inan ki, olmaq istədilər onun kimi. Və beləcə, əziz balalar, yavaş-yavaş yaxınlaşırıq karnavalın sonuna doğru. Sadəcə sizdən bilmək istəyirdim, bugün hansı heyvanların səslərini öyrəndiyi alətlərin ifasında? Uzun qulaq, fil,
Tısbağa, düzdür. Kenguru, antilop. Düzdür. Hamısını öğrendik. Bir alqışlayaq özümüzü. Necə gözəldir karnaval. Nərələr, nəğmələrlə, rəqslərlə. Kaş bitməyəydi bu bal. Oynayardım gələnlərlə. Kaş biz də onlar kimi karnavalda gəzərdik. Günəşli günlər kimi ömrümüzü bəzərdik. Cəmal Abdinzadə, Nərgiz Kəngərli, Üzeyir Hacıbəylievin Azərbaycan Dövlət Simfonik Orkestri, bədii rəhbər və baş dirijor Fuad İbrahimov, əziz balalar, bayramınız mübarək olsun. Siz bizim gələcəyimizsiniz. Gəldiyiniz üçün hər birinizə təşəkkür edirik. Aziz Allah, həqiqətən də çox gözəl gün oldu. Mən o qədər sevinirəm ki, biz birlikdə bütün bu musiqi alətlərindən tanış olduq. Bu gözəl günü birlikdə yaşadıq. Bir daha sizi sənin bir qəlbdən təbrik edirik. Hamınıza gələcəkdə çoxlu uğurlar arzu edirik. Yaxşı ki varsınız. Çox sağ olun. Kimin əgər ürəyi istəyirsə, buyurub yaxınlaşa bilər. Bax, o tərəfdən, bir də bu tərəfdən sizi qarşılayacaqlar. Səhnədə bəzi instrumentlərdən yaxından tanış olun. Buyurun, yaxınlaşın, amma ehtiyatlı olun. Yaxşı, çox sağ olun. Gələn görüşlərə təşəkkür ederim.